Hörmətli cənab prezident, sahibkarlığıma mənə qarşı nəsə burada qanunsuz hərəkət edirlər. Mənşəyi mənbəyi bilinməyən bir adam, cavan uşaq, 30 yaşlı da yoxdur. Sabirabad sakini, Kamil adıdır, nədir, kimdir? Mir Kamil adında. Deyir, mən prezidentin təqaüdçüyəm, veteranam. Heç yer yox. Sayt rəhbəriyəm, bloger, bilmirəm, gəlir Şirvanda bütün idarə müdürlərinə. Vaxtilə Fərhad doktor vardı, Allah rəhmət, ona ilişirdi. Doğum evin müdürü Sevda xanıma ondan yazır. Sonra kollecdən yazır. Oradan buradan yazır. İndi gəlib burada mən qanuni, bu daha qanuni. Şirvan şəhər bələdiyyənin sədri Kurdoğlu Muradova rəsmi müraciət eləmişəm. Şirvan Kiçik Müəssisənin rəhbəri kimi, bu daha vaxtilə. Burada dayanacağı parkovkanı mən götürmüşəm icarəyə. Dövlətə pul köçürməm ayda 300 manat. İndi bu ikinci sənədimdir. Bu nə sənəddir? Bu bələdiyyə ilə mənim müqaviləm var, rəsmi. Rəsmi. Azərbaycan Respublikası Bələdiyyə, Şirvan şəhərinin bələdiyyənin sədri müqavilə bağlı. Mesela 38-ci ilə qədər. 38-ci. Orada var değil mi? Burada yazılıb hamısı. Bu gəlir çantaz böhtan atır ki burada. Bunun müqavilə yox, qanunsuz burada fəaliyyət göstərir. Qanunsuz. Heç bir qanusu yoxdur, vergidə çoxda bələdiyyə pul köçürmüşük, müəssisə rəhbəri kimi Şirvansı baba, hamısı burada keçir. Bu bunun çertözün verir mənə. Sxemi, burada olan sxem. Bak buranı, bak sxem. Bak buradaki bütün 1600 kvadrat metr. Hamısı sənədlə. Bu aynadan sənədi. Bu ayna. Bütün Respublikanı vuran ürəyi ayna. Eşq olsun aynaya. Bu da aynanın sənədi. Qanuni icazə verilib ki, Anar müəllim, aynanın rəhbəri verib ki, bələdiyyənin icazə verilib, Respublikanın prezidenti ki, o idarə fəaliyyəti üçün icarəyə yer verə bilər, öz idarəsini maliyyələşdirmək üçün. Bir maliyyələşməli də o, bələdiyyənin torpaqlarını verirlər icarəyə. Bir də rəsmi oradan keçirməyiniz. Bax, bu böyle. Bu sənəd nədir? Sonra danışalım. Vergidə çoxda olmalı. Bu da vergidə Şirvan şəhərin vergi idarəsində çoxda olmalı. Qanunu. Dövlət ora pul. Hamısı da sənəddə. Bu Şirvan şəhərində bu cavan uşağa, maladiyoz uşağa, mən onu başqa təhqiramiz danışmıram, mənə yaraşmaz da, nə təhqir edir. Bu gəlir, hər yerə bırını soğur. Şirvan şəhərin başçısı, Şirvan şəhər prokuroru, polis idarəsinin rəisi, MT-nin rəisi Mehman müəllim. Bunun haqqında niyə tədbir görmürsünüz? Niyə? Kimdir gəlib bu daxil eləyir? Yığılan pullar hara gedir? Yığılan pullar qanun daxilində, hamısı. Kassa əməliyyatı, kassası da var. Bütün qanunu var. Demək, hər 6 aydan biri gəlib bura şikayət eləməlidir. İsmail Nadirxanlı adında biri var idi. Məhkəmə qərarı, hani onun? O da gəlib şikayət elədi. Apellyasiya məhkəməsi onun verdiyi hamısını özü də qanunda. Bax, məhkəmənin də qərarı bax bu daha. Görsən? Hamısı. Görsən? Hamısı Aydan Məmmədli yazır. Yazdığı var, heç bir sübuta getirilmədi. Məhkəmənin qərarı da bax bu daha. 14 aprel qərarı. Aydın. Verilib ki, bütün qanunu deyil. Məhkəmənin qərarın, mən üzr istəyirəm, ölkə başçısı da ora müdaxilə eləyə bilməz. Ölkənin bilirsə məhkəmə qərarı. Məhkəmə qərar verir, apellyasiyadır ki, orada bütün yerlər hamısı Azərbaycan Respublikasının qanunları tərəfindən nizamlanır və fəaliyyət göstərir. İndi bu Mir Kamildir, kimdir, gəlir, burada gündə qan qaraldır. Hər 2 aydan biri gələcək bura. Bura qanunsuzdur. Nəyə qanunsuz? Qanun bu daha, budur. Xahiş edirəm, bu haqda tədbir görülsün. Bunun haqqında da onun əməllərində çox nalayıq şeylər var. Mən burada deyə bilmirəm. Faktlarla əsaslarla Mir Kamil kimdir, nəyə qulluq edir, hamısı bilir. Bu prezident təqaüdçü adından istifadə edir, təkrarlısı olmasın. Mən Qarabağ, Mir Abbasdır da onun adı. Mir Abbas. Bu Sabirabad rayonunun Qaragüney, nə bilim, Dadaşbəyli kəndindəndir.
qanunsuz gəlib burada fəaliyyət göstərir, onun haqqında da tədbir görən yoxdur. Xahiş edirəm, bu haqda tədbir görülsün. Bu günləri mən 4 gündür yoldan şikayət edirəm, daşlar bu gündə. Ona əhəmiyyət verən yoxdur. Ancaq əhəmiyyət verilir ki, bu qanunsuzdur. Qanun budur, qanun şahdır, məhkəmə qərarı və verilən ərizə qanun. Hamısı qanunudur. Oldu.